Elhamdülillah. Bəzi qardaşlar sual verir. Ümumiyyətlə, kiminləsə şərik olanda, yəni elə adam seçməlisən ki, xəyanət eləməsin, allatmasın, sözün üstə dayansın və s. Əlbəttə, bu mühümdür. Bu mühümdür. Çünki adam ümumiyyətlə səfərə çıxanda, ticarət eləyəndə, hətta ailə quranda, yəni kiminlə gəldi, düzgün deyil. Və xüsusən də bu ticarətdə. Bu ticarət, qardaşlar, bu mal-dövlət fitnədir. Mal-dövlət fitnədir və görürsən ki, ticarət eləyirlər, sonra sözlərin üstə dayanmırlar və ya söz hələ olmayıb. Söz hələ olmayıb, başqa cür təqdim eləyirlər. Ona görə ticarətdə birinci, əlbəttə, adam fikir verməlidir kim nə eləyirsən. Bir. İkinci, ticarəti eləyəndə yazın bunu, şahidlər olsun. Çünki sonra söz-söhbət olur, biz görürük, çox vaxt söz-söhbət olur. Görürsən, bir tərəf fikir söyləyir, hansı ki, hələ olmayıb və ya o birisi tərəf fikir söyləyir, hansı ki, hələ olmayıb. Görürsən, gətirir, fitnəyə çıxardır, artıq söz-söhbətlərə çıxardır. Ona görə belə işləri görəndə qabaqcadan dəqiq görün, yazılı surətdə olsun, şahidlər olsun və düzgün seçim elə. Düz deyə insanları bilmək olmur. Amma yenə də bacardığın qədər məsləhət elə. Çünki belə çox vaxt belə səhvlər olur, sonra artıq sözlərə, artıq zənnə düşmək olur, sonra günaha düşürür insan. Bu məsələlərdə ehtiyatlı olur. Aydındır. Bu təbii ki, hətta ailə quranda da kör-körana gedib evlənmək də düzgün deyil və ya qız məsələn əri gedməyi və ya oğlan qız almağı. Onu baxmaq lazımdır, tələsmək lazım deyil. Ne üçün? Hətta ailə möhkəm olsun, sağlam ailə olsun, davamlı olsun. Bu qədər. Allah bizi eşidən faydalardan etsin. Esselamu aleyküm və rəhmətullah və bərəkatuhu.